İzləyiciləri, bugün sizlərlə MHM test toplusundan ədədi silsilələr bölməsindən test 1-in izahlarını paylaşıram. Başlayaq, gəlin birinci sualdan. Birinci sualda deyir ki, bizə ayın ardıcıllığı verilib. 2 minus n bölünsün 3-in. İlk 3 əddinin cəmini istəyir. Deməli, siz ilk öncə A1-i tapmalısınız. 1 yazsanız yerinə 3-də 1. A2-ni tapın. A2 yazsanız 0 eləyəcək. A3-ü tapın. 3 yazsanız 9, mənfi 9-da 1. 3'də 1 ilə də mənfi 9'da 1. Bu 0 elədiyi üçün onu saymırıq. Cəmi nə qədər eləyəcək? 9'da 2. Yəni cavab C variantı. Bu belə. Keçək ikinci suala. Deyir ikinci sualda ilkin ardıcıllığın cəm düsturu. Ardıcıllığın cəm düsturunu verib ikinci sualda. Fikir verin, cəmi verib ki, Sn bərabər ikincidə 3 üstü n üstə gəlinsin 2. Bu ardıcıllığın 486-ya bərabər olan həddinin nömrəsi. Hansı həddir ki, cavab 486-dır? Deməli, biz ayını tapmaq üçün bilirik ki, Sn-dən Sn minus 1'i çıxırıq və bu cavab 486-dır. Sn-in yerinə yazıb 3 üstü n plus 2. Bəs Sn minus 1'i necə almaq olar? N-lərin yerinə sadəcə n minus 1 yazmaqla. Baxın, həmin ifadədə n-in yerinə n minus 1 yazmaqla Sn minus 1'i alırıq. İndi həll eləyək gəlin. 3n üstə gəl 2, çıx 3 üstü n minus 1, minus 2 bərabər 486-ya. 2'lər islah getdi. Buradan 3 üstü n'i mötərəzə xaricinə çıxarırım. Qalır 1 minus 3 üstü mənfi 1. Bərabər 486. 3 üstü n bərabərdir. Bu 1 minus 3'də 1'dir. 3'də 2 eləyir. 486'nı da vuraq həmin 2'də 3'ə. Nə qədər verəcək? Deməli 243, o da 3, 729. 729 da 3 üstü 6 deməkdir. Beləliklə nömrə deməli 6 olacaq. Yəni Y variantı doğru cavab olur. Davam edək. Sonra bizdən nə istəyir? Üçüncü sualda. Üçüncü sualda düsturu verib yenə cəm düsturu. Ardıcıllığın 100'ə bərabər olan həddini. Əslində yenə də eyni düsturdan istifadə edirik. Ardıcıllığın cəm düsturunu verib ki, 2'nin kvadratı minus 6n'dir. Bizdən soruşur ki, verilən ardıcıllığın 100'ə bərabər olan həddinin nömrəsi. Nə etməliyik burada? Sn minus 1'i gəlin əvvəl tapaq. N'lərin yerinə n minus 1 yazıram. Görək buradan sadələşdirsək nə alınar? 2n'in kvadratı bir dəfəlik yazaq. Minus 2n'dir, amma minus 4n olacaq. Plus 2. Minus 6n plus 6. Sadələşdirsəm 2'nin kvadratı minus 10n plus 8. İndi bunları tərəf-tərəfə çıxıram. 2n'in kvadratı minus 6n. Sn-dən Sn minus 1'i çıxanda sizə AN verəcək. Deməli, bundan çıxanda 2n kvadratı minus 10n plus 8 bərabər olur bu 100'ə. Sadələşdirsə 2n kvadratları gedəcək. Mənfi 6n plus 10n minus 8 bərabər 100. 4n bərabərdir 108. N də bərabərdir 2 dəfə 8, 27. Deməli, həddin nömrəsi 27 olacaq. A variantı doğru cavab. Keçək növbəti suala. Növbəti, deməli, neçənci sualı baxaq. Növbəti 4-cü sualdır. 4-cü sualda deyir ki, 2 plus 5 plus 8 plus x verib və bu 442'yə bərabərdir. Baxın, ədədi silsilədir bu. Və D-si neçədir? Gördüyünüz kimi 3'dür. Sn bərabərdir 2 plus birinci hədlə axırıncı həddə toplayıb 2'yə vurub n-ə vururam. 442'ni belə alıram. Amma indi siz bir şey fikir verin. Burada artıq siz nömrəni bilmirsiniz. Bəs nömrəni necə tapırıq? Nömrəni tapmaq üçün axırıncı həddən birinci həddi çıxıram. Neçə artıbsa, yəni D neçədirsə, həmin həddə bölüb üstünə 1 gəlir. Sadələşdirsək x minus 2 üstə gəl 3. Bu da x plus 1 bölünsün 3. Onda 2 plus x bölünsün 2 vurulsun. X plus 1 bölünsün 3 bərabər 442'ye. Buradan sadələşdirsəm alınır x kvadratı plus 2x plus x plus 1 minus 442 vur 6. Sadələşdirək x kvadratı plus 3x. 442'ni 6'ya vuraq. Deməli, bu nə qədər eləyəcək? 2, 2000, 21, 25, 5, 2, hatta 6, 4, 24, 26, 2652. Elədi, görək düzünü vurduq. 2, 1, 24, 25, 2 hatta 6, 4, 24, 26. Və bundan da 1 çıxmalıyıq. Bu çünki mənfi 2006, mənfi
2651. İndi gəlin baxaq ki, bunun vuruqları nədir? Amma burada biz bir xəta eləmişik. Bu 1-2-nin 2 yazılmalıdır bura. Bu da eləyəcək o zaman 2650. 2650 gəlin görək necə vuruqlara ayrılır. 50-yə bölsək 2650 nə qədər qalar? Deməli 5 dəfəsi 250. Vuruqlarını tapmağa çalışıram. 153, 53. Deməli 50 ilə 53-ün hasili 2650 eləyir. Onda siz bunun vuruqlarına nə yazarsınız? X plus 53, x minus 50 və bu bərabər 0-a. Kökünün biri mənfi 53'dür, kökünün biri müsbət 50'dir. Təbii ki, burada da artaraq getdiyi üçün, D-si 3 olduğu üçün burada mənfi götürə bilmirik. O zaman x-imizin qiyməti olacaq 50. Bu da oldu neçənci sual? 4-cü sual. Keçək 5-ci suala baxaq. Deməli 5-ci sualda deyir ki, ardıcıllığın 7-də 4-ə bərabər həddinin nömrəsində bu sadə bir sualdır. Əgər bir ardıcıllığın nömrəsini istəyirsə, ardıcıllığı verib ki sizə ayın bərabərdir n üstəgəl 6 bölünsün 3n minus 2. Siz bunu bərabərləşdirməlisiniz 7-də 4-ə. Bərabərləşdirin və tənasüb şəklində həll edin. 7n plus 42, 12n minus 8. N'ləri keçirsək bir tərəfə 5n bərabərdir 50, n də bərabər 10. Cavab C variantı. Keçək 6-cı suala baxaq. 6-cı sualda isə deyir ki, ardıcıllığın ən kiçik həddi mənfi 6 olarsa, A-nın ən böyük qiymətini tapın. Baxın. Birinci ardıcıllığa baxaq. A-ın bərabər n-in kvadratı üstəgəl A kvadratı minus 8A. İndi siz bunu biraz sadələşdirsəniz, necə? A kvadratı minus 8A üstəgəl 16 çıx 16 yazın. Və bu belə bir hala düşəcək. N-in kvadratı üstəgəl A minus 4-ün kvadratı çıx 16. İndi bu bizə deyir ki, ifadənin ən kiçik həddi mənfi 6 olarsa. Baxın, bu ifadənin ən kiçik qiyməti mənfi 6 olarsa. Bu nə deməkdir? Siz n-in yerinə verilə biləcək ən kiçik ədədi tapmalısınız ki, nə zaman bu qiymət mənfi 6 olar. Ardıcıllıqda ən kiçik hədd dediyi neçədir? N-in qiyməti nə ola bilər? Bax, bu n-in nömrəsi ən balaca nədən başlaya bilər? 1-dən də natural ədəd olmalıdır. 1 yazsaq nə olur? 1 üstəgəl A minus 4-ün kvadratı çıx 16 bərabərdir. Ən kiçik qiymət orada yazıb mənfi 6-dır. Həll eləsək A minus 4-ün kvadratı mənfi 15, o da müsbət 6, mənfi 9. Vuruqları ayırıram. A minus 4 çıx 3, A minus 4 plus 3. Və bu bərabər 0-a. A bərabər 7-yə, A da bərabərdir, mənfi 4 üstəgəl 3 1-ə. Sizdən də ən böyük qiymətini soruşur. Deməli, onda sualımızın cavabı olacaq Y variantı. Keçək növbəti, deməli, 8-ci suala. 8-ci sualda isə deyir ki, ardıcıllıqları bütün hədləri azalan və ardıcıllığın hədləridir. Ardıcıllıqda A1-i verib x minus 5, A2-ni verib 13 minus x. Bütün hədləri müsbət. Müsbət o deməkdir ki, bu da müsbətdir, bu da müsbətdir. Birinci gəlin buna baxaq, görək burada nə alınır. X 5-dən böyükdür, x 13-dən kiçikdir. 13-dən kiçikdir. 5-dən böyük, 13-dən kiçik. Deməli, sizin bu ədəd 5-dən 13 arasında olmalıdır x. Və ardıcıllıq azalandı. Azalandısa, A1 A2-dən böyük olur. Yəni, getdikcə azalır. X minus 5 böyükdür 13 minus x-dən. Keçirək hamısını bir tərəfə. 2x böyükdür 18-dən, x da 9-dan böyük. Deməli, siz 9-dan böyük ədədlərin içərisində 5-ə 13-ə bölünənlərini axtarırsınız. Bunu da kəskinməsi hara düşür? 9-13 aralığına. 9-13 aralığında nəyə ala bilər? 10, 11, 12 ala bilər. Bunların da cəmi eləyəcək. 22, bu da 11, 33. Doğru cavab 7-dir də bu. 7-də oldu D variantı. Sonra keçək 8-ci suala. 8-ci sualda bizə verib bu hədləri və bizdən 15-ci həddi istəyir. Gəlin baxaq. Bizə verib ki, S13 82-dir. S16 da 49-dur. 15-ci həddi A15-i istəyir bizdən. Gəlin baxaq, görək necə eləyə bilirik. S13-ün əslində açılışını yazaq. Baxın, belə bir şey görə bilərik burada. S16-dan S13-ü çıxaq. 49-dan 82-ni çıxaq. Görək nə verir. Bundan bunu çıxdım. Deməli, 3 mənfi 33. İndi baxın, S16-nın açılışı ilə əgər S13-ün açılışlarını çıxsaq, yəni 16 dənə həddin cəmindən 13 dənə həddin cəmini çıxsanız, o zaman nə alınacaq? 14
15 və 16. İndi bu nə deməkdir? Bu A15-i saxlayın. Sizdən zaten A15 soruşur. Bu ikisini var ki, indeksləri cəminə baxın 30-dur. Deməli bu 2 dənə A15-dir. Əgər 30-dursa. 3 dənə A15 bərabər -33 və A15 də bərabər -11. Bu da belə. 9-a baxaq. 9-da nə verib? Silsilə fərqini soruşur bizdən. Hədlərə bir baxaq. Görək bəlkə elə hədləri bir-birindən çıxdıqda anlar. A4, A7, A10, sonra A5, A9, A11. Bərabər 12, 40. İndi çıxaq bunları. A5-dən A4-ü çıxanda aralarında 1D fərq var. A9-dan A7-ni çıxanda aralarında 2D qədər fərq var. A11-dən A10-u çıxanda aralarında 1D qədər fərq var. 40-dan da 12-ni çıxanda nə qədər eləyəcək? 40-dan da 12-ni çıxanda 8, 28. 4D'miz 28-dir. D'miz də neçədir? 7. Hansı variant? Y variantı oldu 9-cu sualda. Baxaq 10-cu suala. Hı. 10-cu sualda verib ki, A5 üstə gəl A7 çıxılsın 2 dənə A3, A8, A4 üstə gəl A5 çıxılsın 3 dənə A6. A5-in açılışı A1 plus. Əslində belə də yaza bilərsiniz. Deməli, burada A5 A7-dir, bu 2 A3-dür. 5 ilə 7-nin cəmi eləyir, hansı ki 12 indeksləri cəmi. Burada da indeksləri cəmi, amma istəyirsiniz açılışla yazaq. Bunların açılışı A1 plus 4D, A1 plus 6D-dir. Onda olacaq 2 A1 plus 10D. Bunu deməyə çalışıram. 2 A3 qalsın elə ki. Sonra A8-in açılışı nədir? A1 plus 7'dir, A1 plus 3'dir, A1 plus 4'dir. Olacaq 3 dənə A1 plus, deməli 7 burada, 4, 3 də burada. 10, 10 da 4, 14'dir. Minus 3 A6. Hətta gəlin belə eləyək. A6'nın da açılışlarını yazaq. A6'nın açılışı A1 plus 5 deyil. Bunu vururam 3'ə. Mənfi 3 A1 minus 15'dir. Surətdə də A3'ün açılışını yazsaq. Baxın A3'ü silək. A3'ün yerinə yazıram A1 plus 2'dir. Və mənfi 2 A1 minus 4'dir. Hesablasaq 2 A1'lər getdi. Bunlar getdi. Yuxarıda qalacaq 6'dir. Aşağıda qalacaq mənfi 1'dir. Deməli cavabımız olacaq mənfi 6. O da D variantında var. 10-cu sualda. Davam edək. 11-ci suala baxaq. 11-ci sualda B3'ü verib ki bizə 5-ci dərəcədən 81'dir. B4'ü verib kök 3'dür. S10'un S5'ə nisbətini soruşur. Bu bir həndəsi silsilədir. Açılışların yazın. B1 vurulsun Q üstü N çıx 1. Yəni Q üstü 10 çıx 1. Bölünsün Q minus 1. Burada isə B1 bərabərdir Q üstü 5 minus 1. Bölünsün Q minus 1. Q minus 1'lər B1'lər gedəcək. Q üstü 10'u yaza bilərsiniz. Q üstü 5 çıx 1. Q üstü 5 plus 1. Və bölünsün Q üstü 5 çıx 1. Bunlar islah getdi. Qalacaq Q üstü 5 plus 1. Yəni siz Q üstü 5'i axtarırsınız. O zaman Q-nü gəlin tapaq. B4'ü bölək B3'ə. Yəni 3'ü bölək 5-ci dərəcədən 3 üstü 4'ə. Bu verəcək 3 üstü 1. Bu da verəcək 3 üstü 5'də 4. Böləndə isə üstlər çıxılır. 3 üstü qalır 4'də 1. 3 üstü 4'də 1. Bircə dəqiqə baxaq dəqiq. 5'də 1 daha doğrusu. 3 üstü 5'də 1. 3 üstü 5'də 1. Aha. Üstü 5 plus 1. Bu eləyəcək 3 plus 1. Sualın cavabı 4. 4'də harda var baxaq. C variantında. Baxaq 12-ci suala. On ikinci sualda deyir ki, hədlərinin sayı cüt olan sonlu həndəsi silsilənin cüt yerdə duran hədlərinin cəmi 36'dır. Silsilə vuruğu da 4'dür. İndi baxın, S cüt bərabərdir. Q vurulsun S tək deyə bir düsturumuz var. O zaman 36 buraya yazsam, Q'ya 4 yazsam, S təkimiz 9'dur. Onda sizdən də soruşur bütün hədlərinin cəmi. Orada artıq həm tək, həm cüt gedir. 9 plus da bu 36. 45 dənə hədd var cəmi olan.